Salam, hər vaxtınız xeyir olsun. Bu gün əzilmədən dən-dən olan, ləzzətli və asan hazırlanan çəkmə plovun hazırlanmasını sizlərlə paylaşıram. Keçirəm hazırlanmağa. Yuduğum 1 stəkan yaşıl mərciməyin üzərinə su əlavə edib bişməyə qoyuram. 3 stəkan düyünü suyu durulaşana qədər yuyub isti suda 15-20 dəqiqə gözlədirəm. Ümumiyyətlə çəkmə plov hazırlayarkən bişən zaman düyünün əzilməməsi üçün çalışın düyünü suda çox saxlamayın. Plovu bişirəcəyim qazana 2 xörək qaşığı kərə yağ əlavə edib soğanları rəngi biraz dəyişənə qədər qovururam. Mərcimək də artıq bişib və üzərinə yığılan kəfi yığıram. Soğanlar artıq qovrulub, rəngi dəyişib. Üzərinə düyünü, 1 stəkan yarım qovrulmuş xırda vermişli və bişmiş mərciməyi əlavə edirəm. Zövqə görə duz, istiot və paprikanı da əlavə etdikdən sonra üzərini örtəcək qədər su əlavə edib qapağını örtürəm və orta oddan biraz da az odda suyu çəkilənə qədər bişirirəm. Suyu çəkilənə qədər ara bir qarışdırıram. Artıq suyu çəkilib, üzərində bıçaq vasitəsilə deşiklər açıram ki, tərkibində qalan su yaxşı buxarlansın. Belə olduqda düyü əzilmir, dən-dən olur. Üzərinə biraz zeytun yağı əlavə edirəm. İstəsəniz kərə yağından da istifadə edə bilərsiniz. Sonra qapağını örtüb vam odda 1 saat dəmə qoyuram. Yarım saat keçdikdən sonra təkrar qarışdırıram. Bunu ona görə edirəm ki, düyü əzilib yapışqanlı olmasın. Artıq çəkmə plovum bişib hazır oldu. Baxın, gördüyünüz kimi heç bir əzilmə və yapışqanlıq yoxdur. Dadı da çox yaxşı olur. Ərzaqların dəqiq miqdarını bilmək üçün aşağıdakı başlığa toxunaraq kanalıma keçid edin. Abunə olub bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.